Salam dəyərli şagirdlər. Dəyər nəşrlərinin keçirdiyi sınaq imtahanlarından 9-cu sinif Azərbaycan dili suallarını izah edəcəm. Vaxt itirmədən birbaşa variantlar üzərindən izaha keçək. 27-ci sualda antonim cütlüklər soruşur. Aydınlıq, zülmət, bir də nağd nisiyə. 3, 5. D variantı. 28-də yanlışı soruşur. Burada hələ vaxt itirmədən 4-ü deyim ki, 4-də quruluş isə sadədir, amma bu düzəltmədir də, quru, qurulamaq. 4-ə çıxanda buradan, daha doğrusu yəni 4 yanlışdır. 5, 4-ü götürürük. Biz də bilirik ki, maq məstərdir, anda əndə də feili bağlamadır. 5-də yazıb ki, tərkib əmələ gətirir. Bu doğrudur da, yəni tərkib həqiqətən də məstər, feili sət, feili bağlama tərkib əmələ gətirə bilir. 5-lərə çıxanda yerdə qalır C variantı. 1, 4, 6. 29-da əşyanı ümumi şəkildə təyin edən əvəzlik hər bütün filan öz B variantı. 30-da nabələddir sözündə R tələffüzə düşür, D da T-yə çevrilir. Tələffüzündə X saytı uzun tələffüz olunur, A variantı, nabələd. 31-də dostu Xədicədən qoşa nöqtə olur. Sonra burada bacıdan əvvəl tire olur. Bir dənə də tire D-dən əvvəl olur, 2 dənə tire. Şəhidlər poeması dırnaq içində yazılır. Oxumu samında da sual qoyacağımıza görə bacıdan sonra da vergül qoyuruq. Deməli, cavab C variantı. Keçək o biri suala. 32. Biz məktəbin həyətində ağacları budadıq. Bu sözdə sintaktik əlaqanın yalnız aslı tərəfini soruşur. Ağacları budadıq. Nəyi? Ağacları. Tamamlıq olduğuna görə aslı tərəfdir. D variantı. 33-də ya da olduğuna görə burada iki işdən birinin mümkünlüyü. Bölüşdürmə bağlayıcı C variantı. 34-də hansı sözlə leksik qrammatik keçən sayı bərabərdir? Baş, başlamaq, başlatmaq, 2 dənə leksik, mişlə dil qrammatik. A variantı. 35-də hansı sərin güşə var? Necə sərin güşə var? Fəvvaləli hovuzlarla, sər ağızlarla əhatələnmiş. Bu təyindir, yəni tamamlıq deyil. Ona görə D variantını götürəcəyik. Burada var xəbərdir, güşə mübtədadır. Şəhərin mərkəzində harada zəflik. Yəni tamamlıq yoxdur. 36-da deyir, hansılar cümlənin əvvəlində ola bilməz? Daşınır da xəbərdir, o əvvəldə ola bilməz. Bir də səbətləri, 1-2 A variantı. Çünki, məsələn, meyvəni ataq əvvələ. Meyvə səbətləri həyətdəki ambara daşınırdı. Və yaxud da həyətdəki ambara meyvə səbətləri daşınırdı. Ambara həyətdəki meyvə səbətləri daşınırdı. Fikir verdiniz, 3, 4, 5-i əvvələ artıra bildim, amma 1-2-ni artırmaq olmur. A variantı. Gəldi məğrur nənə mətninə. Burada təbliğ olunan xüsusiyyətlər, xeyirxahlıq heç vaxt köhnəlməyən libasdır. Bir də insan yoxsul olsa da mərd olmalıdır. 1, 4, Y variantı. 38-də deyir ki, mətnin adını ən çox haqq qazandıran cümlə, yəni məğrur nənəyə, mən bunu sənə satmaq üçün gətirməmişəm, Y variantı. 39-da mətnin məzmunu ilə bağlı aforizm, insan ləyaqəti ilə ucalar. O, ana-bacı obrazını deyə bilərik. Sonra 40-da bu ifadəni ən sona artırsaq daha məntiqli olar, 5-ci abzasa. Çünki sonluğa uyğundur. Orada gətirmişdi corabı, o da elə bilir ki, satır. Gəldi 41-ə, mətninə baxdı, məlumat var. Mətninə baxdı, məlumat yoxdur. Satılıq corab, corabı satmırdı axı burada. Amma təmənnasız yardım, yəni, bəli, qarşılıq gözləmədən yardım eləmişdi. 2 var idi. Burada savadsız qarı düz deyib, savadı yox idi, amma birbaşa onun haqqında məlumat getmədi də, yəni 2-3-ü götürsək daha məntiqli olar. Oxuya bilməsə də məktubu. Amma burada belə deyim də, yəni o məntiqinə yanaşsaq 2-3-ü götürmək olar. Çünki birbaşa yazmamışdı ki, qadının savadı var, yoxsa yox. Sadəcə məktub vermişdi ki, bir dənə oxu. Bəlkə məktub qarışıq yazılmışdı ona görə. Amma burada diqqət eləsək, unudulan yaxşılıq. Yəni, yaxşılıq unudulmamışdı axı. O yaxşılıq etdi, əvəzini də gördü də. Ona görə 4 burada yanlış kimi geçsə daha məntiqli olar. 42-də kağızda yazılan Atababa Quluoğlu 6 nəfərlik ailə sahibidir. Bu cümlə daha çox hansı məqsədə xidmət edirdi? Qadının, belə deyim də, daha doğrusu onun ailə məsuliyyətinin ağırlığını göstərməyə. Çünki vəziyyət çətin idi. 43-də diqqət eləyək. Deməli, ana-bacı müəllifə corab gətirib bircə saniyə. Kağızı oxuyur.
Sonra ərizə yazır. 2, 3. Sonra cavab çıxdı Y variantı. Aha. Altından xətt çəkilmiş sözün mətndəki mənasını müəyyən edin. Burada məsum sözü var idi. Bir dənə baxaq. Məsum idi. Bəli. Məsum sözü idi. Burada zavallı yazıq mənasına götürsək daha məntiqli olar. 2, 4. 45-də anabacı nənə problemi və problemin həlli yolu. Ata-baba və anabacı. Bura problem o idi ki, məktub belə deyim də, yəni oxutmaq istəyirdi. Çünki dala qaytarırdılar məktubu. Problemin həll yolu həmin o əsərin belə deyim də danışan obraz ona kömək eləyir. Ata-babanın problemi o idi ki, burada yazmışdı. Bir dənə baxaq. Bircə saniyə. Aha. Deyir ki, oğlu belə deyim də ərzaq istəyir. Problem o idi ki, yəni maddi ehtiyacları var, çətinlik çəkir. Buradan da problemin həll yolu, yəni ərzaq və digər yardımlar istəyir. Və bunu yazma olar, problemin həll yolu. Yəni ona ərzaq və yardımlar göndərilir. Söz həqiqi məcazidə, bir də mətndəkinə fərqli mənada işlədildi cümlə. Bir dənə baxaq. 1, 2, 3 üzərində rəqəm yazılmışlar. Hansılar idi? Bir dənə baxaq burada. Bircə saniyə, bir dənə. Rəqəmlər burada gözümə dəymədi. Burada söhbətimiz uzandı, bu məcazidir. Həqiqidə tutaq ip uzandı. Bu cür yazma olar. Zəif bir vücud, bu həqiqidir. Zəif düşüncə. Bu tipli bir cümlə yazsaz məcazi olar. Zəif xarakter. Qadına əl tutmaq burada məcazidir. Amma kiminsə belə deyim də qolundan tutmaq, yəni fizik olaraq. Bu isə həqiqidir. Demək, biraz sürətli deyirəm. Bu şəkildə yaza bilərsiniz. Gəldi şovlar su kəmərinə. Doğrudur. 2 düzdür, bəli, yazmışdı Xudat meşələrindən şəffaf səhərin bulaq suyu aşkar edildi və tələbatı ödədi. Yanlışdır, yazıb ki, Tağıyev bunu şovlar suyu adlandırmışdı, amma Tağıyev yox, o Alman, yəni gətirdilər, qonaq belə deyim də Lindley bunu adlandırmışdı. 2, 4. C variantı. 48-də maarifçilik fədaisi və nümunəsi yazsaq daha məntiqli olar. 1, 4, A. 49-da şirin su axtarışı, su qıtlığının kəskinləşməsi, su axtarışı 4-2. Ən sonda da şovlar su kəmərinin əhalinin istifadəsinə verilməsi götürsək, C variantı, yox, C yox, bir dəqiqə. B variantı daha məntiqli olar. 50-də şovlar Bakı su kəməri ilə bağlı aşağıdakı fikirlərdən hansı doğrudur? B variantı, yəni məsafənin qət etməsinin vaxtını yazıb. 51-də mənbəyini Xaçmaz rayonunun 30-cu illərindən, 51-də burada yazıb ki, mənbəyini Xaçmaz rayonunun Xudat şəhəri yaxınlığında yerləşən Şollar kəndi arasından yeraltı sulardan götürən kəmər düz 100 ildir ki, bu da sonluğa aiddir də, çünki nəticəyə aiddir. Bu da 6-cı uyğun gəlir. Bir dənə baxaq. 6-cıdır. 52-də hansı fikir təbliğ olunanlar sırasında verilə bilər? Baxaq. İşinə məsuliyyətlə yanaşmaq oğlunun əsasıdır, o Lindley'ə görə. Əsl ziyalı xalqın problemini həll etməyə çalışanı, bu da Tağıyev. 2, 3, C variantı. 53-də suyun başlandığı yer mənbə olar da, çayın mənbəyi, yataq deyil. Ona görə D variantı. 54-də burada qıtlıq hansı mənadaydı, bir dənə baxaq. Su qıtlığı. Bu həqiqi mənadır. Məcazidə mənəviyyat qıtlığı, məna qıtlığı, bir də söz qıtlığı olsa 1, 3, 4, B variantı. 55-də nöqtələr yerinə uyğun söz yazmaqla əhalinin tələbatını ödəmirdi. Ödəmirdi yazsaq daha düzgün olar. 56-da səbəb nəticə əlaqəli 2 dənə fikir yazsaq, 2 cütlüyür də. Su qıtlığı problemi var idi. Bunun üçün də axtarışlar getdi. Və yaxud da belə deyim də, belə bir şey yaza bilərik ki, Birinci Dünya müharibəsi başlandı və nəticədə, yəni işlərə böyük ziyan vurdu. Belə bir səbəb nəticə yazma olar. Biraz indi hamısını sürətli dedim. Hansısa sualın ətraflı izahını istəsəz, şərh bölməsində qeyd edirsiniz. Təşəkkürlər.